değerli radyo dinləyicilərimiz, xoş gördük sizləri. Efemimizin bugünkü aparıcısı mən 8 sınıf şagirdi Qurbanzadə Gülər. Bugün dekabrın 10'u Ümumdünya İnsan Hüquqları Günü olarak qeyd olunur. Bütün insanlar azad və bərabərdir tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 63 il əvvəl 10 dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü olarak qəbul etdi. İnsan Hüquqları Gününün bütün dünyada qeyd olunması təbii ki, eyni zamanda insan haqları şüurunun artması sayəsində almışdır. Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. İnsan hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirir. Bundan əlavə, ənənəvi olaraq dekabrın 10'unda insan hüquqları sahəsində BMT-nin 5 illik mükafatı və Nobel sülh mükafatı təqdim olunur. Həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən bir çox hökumət və qeyri-hökumət təşkilatları, bir çox vətəndaş və ictimai təşkilatlar kimi günü qeyd etmək üçün xüsusi tədbirlər planlaşdırırlar. Hər bir insan hüquqlarının müdafiəsinin müəyyən bir tərəfinə diqqəti cəlb etmək üçün xüsusi bir mövzu seçilir. Dövlətlər müxtəlif insan hüquqları standartlarını müzakirə etmək və müəyyən etmək üçün Birləşmiş Millətlər Təşkilatında bir araya gəlirlər. Məsələn, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bizim bütün insan hüquqlarımızın əsasını müəyyən edir. O vaxtdan bəri qüvvədə olan bütün beynəlxalq insan hüquqları, qanunları və müqavilələri üçün əsas yaradır. İnsan haqlarının kimin müdafiə etməsi ilə bağlı məsuliyyət müxtəlif orqanlar üzərində cəmləşmişdir. Ölkəmizdə də insan hüquqları günü yüksək səviyyədə konferanslar və görüşlər, həm də insan hüquqları məsələlərinə həsr olunmuş mədəni tədbirlər və sərgilərlə qeyd olunur. Əlavə olaraq 18 iyunda Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk insan hüquqları müdafiəsinə dair dövlət proqramının təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilir. Bu hadisə özü də onu göstərir ki, ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur və xüsusi diqqət edilir. Demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin real təminatı üçün zəruri qanunvericilik bazası yaradılmışdır. 1998-ci ilin 22 fevralında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında fərman imzalanmış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən olunmuşdur. Əziz izləyicilərimiz, buraxılışımızın sonuna gəldik. Növbəti efirlərdə görüşənədək sağ olun, salamat qalın.